İşə götürən əmək haqqımı vaxtında ödəmir. Bununla bağlı nə edə bilərəm? Aylıq əmək haqqı işçilərə adətən 2 hissədə verilir. Əvvəl avans kimi, sonra isə qalan hissə. Bu iki ödəniş arasında 16 gündən çox fasilə ola bilməz. Əmək haqqısı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Kollektiv müqavilədə və ya əmək müqaviləsində əmək haqqının verilməsi üçün başqa müddətlər də nəzərdə tutula bilər. Əmək haqqının verilməsi günü istirahət gününə, səs vermə gününə, ümumxalq hüzn gününə və ya iş günü olmayan bayram gününə düşərsə, əmək haqqı həmin günlərdən bir gün əvvəl verilir. İşçi işdən çıxan zaman ona düşən bütün ödənişlər tam şəkildə elə işdən çıxdığı gün verilməlidir. Əgər əmək haqqının verilməsi işə götürənin təqsiri ucbatından gecikirsə və bu məsələ əmək mübahisəsinə çevrilməyibsə, hər gecikən günə görə işçiyə əmək haqqının azı 1% məbləğində əlavə ödəniş ödənilir. Əgər artıq mübahisə yaranıbsa, məsələ Əmək Məcəlləsinin əmək mübahisələri bölməsinə uyğun şəkildə həll olunur. İşçinin əmək kitabçasının verilməsi işə götürənin təqsiri ilə gecikirsə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqısı ödənilməlidir. Onu da qeyd edim ki, işə götürənin təqsiri dedikdə əmək haqqının vaxtında hesablanmaması, bankdan götürülməməsi, maliyyə və mühasibat uçotunun gec aparılması və ümumiyyətlə işə götürənin özündən asılı olmayan səbəblər başa düşülür. Lakin bankın problemi, bankın müflisləşməsi və ya digər işə götürən tərəfindən görülmüş işin pulunun gec ödənilməsi kimi işə götürəndən asılı olmayan hallar bu qəbildən sayılmır.